Bəzən elə insanlar var, hətta can atır birinə yaxşılıq eləsin. Bilmirəm, sizin həyatınızda, ətrafınızda bu cür şeylərlə rastlaşmışsınız ya yox. Can atır, görsünüz, daima istəyir xidmət eləsin və ya yaxşılıqlar eləsin. Amma məqsədi budur ki, mən yaxşılıq edim, bu adamlar məndən asılı qalsın. Baxın, məsələnin ən iyrənc, belə deyək, bu yaxşılığın ən iyrənc həddi bu həddir ki, görürsünüz, hər şey eləyir. Nəyi deyirsən eləyir. Dindardır, dindar deyil, fərqi yox. Amma məqsədi, niyyəti insanları aşağılamaq. Misal deyim sizə, bu necə olur? Baxın, Muaviyyə məlun, Allah lənət eləsin. Baxın, onun elədiyi yaxşılıqlar hamısı bu yöndə olur. Hətta hədislərdə var, Əmirul Müminin deyir ki, Muaviyyənin elədiyi yaxşılıqlar sizə zülm və satın almaqdan başqa bir şey deyil. Sanki sənin sözüvi, sənin haqqıvi, sənin qururuvi 5 manat, 10 manat və ya bir günlük, 5 günlük, 10 günlük yeməyə görə və ya bir vəzifə verdiyinə görə birinə bir vəzifə verir ki, söz sahibi budur. Bunun cəmiyyətdə nüfuzu böyükdür. Muaviyyə nə edirdi? Həmən insana vəzifə verirdi, onun dilin odur kəsirdi. Ona özünə əsir edirdi. Və ya yaxşılıq edirdi. O Allah rizası yaxşılıq etmirdi. Onun məqsədi hətta Nəhcül Bəlağada Əmirul Müminin xütbə dəqiq yadımda qalmayıb. Deyir ki, Muaviyyənin dilindən deyir, mən yaxşılıq etdikdə ona deyirdilər, Allah səndən razı olsun. Deyirdi, mən o yaxşılığı etmirəm, Allah məndən razı olsun. O yaxşılığı edirəm ki, mən sənin ağamın olam, sənin söz sahibin olam. Məqsədim bu idi. Bəzən dünyada möminlər arasında da hətta ola bilir. İnsanlar arasında da ola bilir. Qohumluqda da ola bilir. Qohumdur, görsən bir nəfər imkanlıdır. Yaxşılıq eləyir, amma 10 adam, hətta ailə içində qərar vermək ixtiyarı öz əlində deyil. Filan kəs gərək sözün desin. Deməli, bu insanın azadlığı müəyyən dünya nemətlərinin müqabilində əlindən alır.